Aşıq Namikə bir dənə kurubunu götür, bir ismarış yollayım ona. Namik, sən orada bir dənə balaca düzdür, pis deməmsən, biraz demişsən, amma adım çəkilib də, nə dəxli var? Hə, çəkib orada, adımı çəkib güya ki, mənim şey tutur. Sən mənə heç nə tuta bilməzsən, şey eləməsən. Nə tutub, səhv? Hədə güya bunun haqqında təriflədim, mən danışımı bilirəm, nə danışıram. Amma səni çox istəyirəm. Niyə çox istəyirəm? Ha vaxt o Məkkəyə, Məşədəyə gedəndə dua edirsən mənə, atırsan, mən yadına düşürəm orada. Nə bilirsən eləyib? Yox, atır da, mənə çəkib atır. Gör nə gözəl yerdə yadına düşürsən Namik. Ona görə... Namik yaxşı olan. Namik yaxşı olandır. Yox, əlbəttə yaxşı olan. O qədər gözəl ürəyi var Namikin, həqiqətən. Mənim adımı orada çəkmək, təsəvvür edirəm, mən də efir əlimdə mikrofon alda. Gör səndə məsələn nələr eləyərdim. Özə eləyib dalında da duran oğlanım, azca bilirsən. Bana müəllim, yaxşı amma sən mənim qardaşımsan. Danışanda kimin haqqında nəysə deyəndə biraz düşün ki, bunu mən deyirəm, bunun nəticəsi nətər olacaq. Buraxın bu məsələdə daha, bizim məsələ qırğın məsələ efir deyil. Dua eləmirsən, mən görsən sənə heç nə eləmədim. Sadəcə onun telefonda atdım sənə heç nə demədim. Bana müəllim, bir sual verim sizə. Namik qardaşdan həmişə dua elə. Sən dua elə, çünki sənin qəlbin gözəldir, özün gözəl insansan, sən dua elə.